Bu həftə Nazirlər Kabineti kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiqlədi. Yeni qaydalarla kənd təsərrüfatı təyinatlı torpaqlarda hansı halda və necə tikinti aparmaq olar suallarına aydınlıq gətirilir. Bəzi insanlar bundan sonra bu torpaqlarda ev tikə biləcəyini düşünürlər. Bəs əslində necədir? Hökumətin qərarı torpaq sahiblərinə hansı imkanı yaradacaq? Növbəti sujetdə. Baş nazir kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiq edib. Beləliklə, bu torpaqlar qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydası müəyyənləşib. Ekspert Ramin Osmanlı deyir ki, 2025-ci ilin yanvar ayının 1-dən artıq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması ilə bağlı qanunvericiliyə yeni dəyişikliklər edilib. Həmin qaydalara görə istifadə üçün nəzərdə tutulmuş örüş sahələri, qış və yay otlaq sahələri istisna olmaqla digər kənd təsərrüfat təyinatlı torpaq sahələrinin üzərində həm kənd təsərrüfat məhsullarının saxlanması üçün, eyni zamanda orada çalışan personalın yaşayışının təmin olunması üçün yaşayış məqsədli həmin torpaq sahəsinin 1% həddindən çox olmamaq şərti ilə tikinti aparılmasına icazə verilir. Bu o deməkdir ki, 10 hektar kənd təsərrüfatı təyinatlı torpağı olan sahibkar onun 10 sotunda inşaat işləri apara bilər. Bu, kənd təsərrüfatı təyinatlı torpaqların iqtisadi baxımdan daha səmərəli istifadə edilməsi baxımından vacib idi. Çünki əvvəllər belə qaydaların olmaması sahibkarlar üçün xüsusi çətinlik yaradırdı. Tutaq ki, sizin 10 hektar torpaq sahəniz var. Siz həmin torpaq sahəsində 800 kvadrat, 850 kvadrat icazə verilmiş sahə üzrə tikinti aparmısınız. Sonradan onun 5 hektarını bölüb mənə satmısınız. Və mən də 5 hektarı aldıqdan sonra artıq hüquq yarandığını düşünürəm və müraciət edirəm ki, mən də o 5 hektarda 500 kvadrat tikinti aparmaq istəyirəm. Artıq bu halda həm torpaq sahəsi qərardan sonra tikinti aparılıbsa, bu müəyyən olunur və orada artıq qeyd olunmuş limitdən yuxarı, yəni qalıq limiti 100 kvadrat, 150 kvadrat metrdirsə, ondan yuxarı tikinti aparılmasına icazə verilmir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda işçilərin müvəqqəti qalması üçün yaşayış təyinatlı əsaslı tikililər məsələsi vətəndaşlarda çaşqınlıq yaradır. Əmlak məsələləri Dövlət Xidmətinin nümayəndəsi Muxtar Şirinov bu məqama aydınlıq gətirib. Qanunvericiliyə olunmuş dəyişiklik yalnız kənd təsərrüfatına xidmət edəcək tikililər, misal üçün, kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbarlar və yaxud suvarılması üçün su anbarlarının, kənd təsərrüfatı texnikası üçün saxlanıc yerlərinin, kənd təsərrüfatı ilə əlaqəli emal müəssisələrinin yaradılması və inşasına icazə verir. Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına aid müvafiq tikililər istismar olmaqla torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə yol verilmir. Bütövlükdə bu dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlarda infrastrukturun və aqrar biznes mühitinin daha yaxşılaşdırılması üçündür. Qərar ölkədə aqrar emal sənayesinin və qeyri-neft sektorunun dayanıqlı inkişafına, dövlət xidmətlərinin optimallaşdırılmasına və kənd təsərrüfatı yerlərində əhalinin məşğulluq imkanlarının artırılmasına da şərait yaradacaqdır. Şəkərnaz Şahəliyeva, Ramin İsmailov, Amil Əliyev, İqtisadi Zona.